Bəli, bəzi insanlarda sual yarana bilər ki, qardaş, nə ehtiyacı var ki, məsələn, niyə məhz İmam Hüseynə yas saxlıyorsunuz? Məgər o birisi peyğəmbərlərin qəmli günləri olmuyor? Yəhyanın başını kesməyiblər, Zəkəriya peyğəmbəri iki yerə bölməyiblər, Musaya əziyyət verməyiblər, Nuha əziyyət verməyiblər, onların müsibətləri olub. Amma cavab, 124 min peyğəmbər hamısı işi bir digərin işini tamamlayırdı. Quran belə buyurur. Ərsəlnə rusulənə tətra. Peyğəmbərləri biri digərini ardıcan göndərdik. Vəssəlnə ləhumul qol. Hamısının sözü biri digərini təsdiq edirdi. Bunlar ayrı-ayrı insanlar olmayıblar. Bunlar biri digərinin işini tamamlayıblar. Adəmdən ta Xatəmə, sonuncu peyğəmbərə qədər xoşbəxtlik binası tikməyə başlayıblar. Daşı daş üstünə qoyublar, səadət binası tikiblər. Sonuncu daşı isə bizim peyğəmbərimiz qoydu və bina tikildi. Səadət binasını 124 min peyğəmbər zəhmət çəkdi, tikdi. Nələrə qatlaşaraq, əziyyətlərə qatlaşaraq, min əziyyətə. O bina tikildi və qoyuldu, gedildi. Bəni Üməyyə gəldi, o binanı dağıtmaq istəyirdi. 124 min peyğəmbərin zəhmətin hədər eləmək istəyirdi. Həzrəti İmam Hüseyn əleyhissalam canını verdi. Balaları ilə birlikdə, canı ilə birlikdə, qardaşları ilə birlikdə, bacısı əsir olmaqla canından keçdi, can bahasına, qan bahasına, xanım Zeynəb kimi şəxsiyyətin əsarəti bahasına qoymadı o bina uçulsun. Hüseynə yas saxlamaq elə 124 min peyğəmbərə yas saxlamaqdır. Hüseynə ağlamaq elə Musaya ağlamaqdır, Yəhyaya ağlamaqdır. Hüseynə qəmlənmək 124 min peyğəmbərə qəmlənməkdir. Çünki onların işinin nəticəsini xarab eləmək istəyirlər, Hüseyn canını verdi. Və Hüseyn bütün peyğəmbərlərin müsibətlərinin varisidir. Əgər Yəhyanın başını kestilər, İmam Hüseynin başını kestilər. Əgər İbrahim peyğəmbəri tonqalın üstünə atırlar, İmam Hüseynin ailəsi, xeymələri od vurulur. Əgər Zəkəriyanı iki yerə bölürlər, Əli Əkbəri tikə-tikə edirlər. Əgər o birisi peyğəmbərlərə 1000 dən əziyyət veriblər, həmən əziyyətlər bizim İmam Hüseynə verilib. Bütün müsibətlər yığışıb Kərbəla çölünə. Hüseyn bir şəxs deyil, Hüseyn bir məktəbdir. Aşura ərəb tarixi deyil, Aşura bəşəriyyətin tarixidir. Kərbəla bir məkan deyil, məkanın zamanın fövqündədir. Hüseyn əleyhissalam ilahi və insani dəyərlər uğrunda şəhid oldu. Hüseyn əleyhissalam bir zamanın şəhidi deyil, bütün zamanların şəhididir. Əgər bir insan sənə bir yaxşılıq eləsə, onun cavabını verərsən. Bizim qaydamız budur. Allah bizi belə yaradı. Mənə bir qardaş bir dənə salam versə, mən onun yaxşılığını qaytararam. Əgər bir qardaş sənə canın xətərdə olsa, canını qurtarsa ölümdən, ona bir ömür borçlusan, hər nəfəs aldıqca borçlusan. Biz Hüseyn əleyhissalama hər nəfəs aldıqca borçluyuq. Çünki qoymadı o insani, ilahi dəyərlər. Musanın, İsa'nın, Nuhun, İbrahimin, Adəmdən Xatəmə qədər bütün peyğəmbərlərin zəhmətinin hədərə getməyinin qarşısını aldı. Bu Hüseyndir. İnnəl Hüseynə misbahul huda və səfinətun nica. Həqiqətən bu şəxsiyyət hidayət çırağıdır. Həqiqətən bu şəxsiyyət nicat gəmisidir. Ona görə ziyarətnamələrdə belə oxuyur. Əssəlamu aleyk ya varisə Musa. Ay Musa'nın varisi, salam olsun sənə. Əssəlamu aleyk ya varisə Nuh. Ey Nuhun varisi, salam olsun sənə. Ona görə Əhl-i Beyt özü bizə tövsiyə edir. Deyir, ağlamaq istəsəz Hüseyni ağlayın. İmam Rıza deyir, ağlamaq istəsəz Fəbkilili Hüseyn. Hüseyni ağlayın. Çünki Hüseyni ağlamaq elə 12 imamı ağlamaqdır. 12 imamı ağlamaq elə 124 min peyğəmbəri ağlamaqdır. Biz bütün peyğəmbərlərin yasını tuta bilmərik. Amma Kərbəla günü, Aşura günü elə bütün peyğəmbərlərə yas tuturuq. Bir gün. Hər gün durub bir dənə peyğəmbərə yas tutsaydıq, onda təqvim dolardı. Amma İmam Hüseyni yas saxlamaqla elə bütün məzlumların yasını saxlayırıq. İmam Hüseynə dəyər vermək insani və ilahi dəyərlərə qiymət verməkdir. Allah bizi İmam Hüseyndən ayrı salmasın.